Milli Məclisin deputatı Günay Ağamalı bildirib ki, hazırda ailələrə sosial müavinətlər verilir və uşaq pulu da müəyyən mənada bu çərçivədə təqdim olunur. Onun sözlərinə görə ölkədə uşaq pulunun tətbiqi hazırda əsas müzakirə mövzusu deyil. Deputatın fikrincə ailələr uşaq dünyaya gətirərkən yalnız dövlət dəstəyini arxalamamalıdır. Təbii ki, ailə övladı dünyaya gətirəndə bu yanaşma ilə yanaşarsa, inanın səmimiyyətimə uşaq pulu verilsə belə bundan daha çox tələblər qoyulacaq və bu müəyyən mənfi tendensiyalara yol aça bilər. Əslində uşaqların dünyaya gəlməsi bir nəslin gələcək nəslə ötürülməsi deməkdir. Bugün uşaq pulu tələbi müzakirə olunur, jurnalistlər tərəfindən də səsləndirilir. Amma xüsusi ictimai müzakirələrdə ən azı deyə bilərəm ki, millət vəkili olduğum 2 il ərzində bununla tez-tez qarşılaşmamışam. Uşaq pulu məsələsi gündəliyə gələrsə və tətbiq olunarsa, heç düşünmüsünüzmü ki, bu valideynlərdə müəyyən asılılıq və ya tənbəllik yarada bilər? Yəni insanlar fikirləşə bilərlər ki, dövlət mənə uşaq pulu verir, mən artıq işləməyim. Bu doğru yanaşma deyil. İnsanları əməyə alışdırmaq lazımdır. Onları nələrdən asılı vəziyyətə salacaq imkanlar yaradılmamalıdır. Amma dediyim kimi, hazırda digər ad altında sosial müavinətlər verilir və şərtlər də çətin deyil deyə deputat bildirib.